Azərbaycanın müasir dövlətçilik tarixində ailə institutunun möhkəmləndirilməsi, qadınların cəmiyyətdə fəal iştirakının təmin olunması və uşaqların hüquqlarının qorunması ümumilli lider Heydər Əliyevin strateji inkişaf kursunun mühüm istiqamətlərindən biri kimi formalaşdı və ardıcıl dövlət siyasətinə çevrildi. 1995-ci ildə keçirilən 4-cü Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının inkişafında dönüş nöqtəsi sayılır. Bu konfransa hazırlıq məqsədi ilə Heydər Əliyev Azərbaycan qadınlarının Milli Komitəsini yaratdı. BMT-nin qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında SEDO konvensiyası ratifikasiya edildi. Ulu Öndərin 1998-ci il Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında sərəncamı qadınların dövlət idarəçiliyində bərabər təmsilçiliyinin səviyyəsini artırdı. Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün mərkəzləşdirilmiş institusional mexanizm formalaşdırıldı. 2000-ci ildə qəbul edilən Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında fərman və qadın problemləri üzrə milli fəaliyyət planı isə ictimai, siyasi və sosial-iqtisadi sahələrdə bərabər imkanların təmin olunması üçün mühüm hüquqi əsas yaratdı. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə qadın problemləri üzrə Dövlət Komitəsinin bazasında daha geniş səlahiyyətlərə malik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bununla ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması, o cümlədən qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi yeni mərhələyə qədəm qoydu. – 2006-cı ildə qəbul edilmiş gender bərabərliyinin təminatları haqqında qanuna əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə gender bərabərliyinin təmin olunması ilə bağlı illik hesabat təqdim edir. Bu il qəbul edilən gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün milli fəaliyyət planı qadınların qərar vermədə iştirakının artırılması və gender əsaslı siyasətin inkişafını hədəfləyir. 2010-cu ildə isə məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbulu və rayon icra hakimiyyətləri yanında monitorinq qruplarının yaradılması mövcud problemlərlə mübarizə sahəsində fəaliyyəti yeni səviyyəyə qaldırdı. Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün milli fəaliyyət planı bu sahədə tədbirlərin səmərəliliyini xeyli dərəcədə artırdı. Azərbaycan SEDO konvensiyasının icrası ilə bağlı üzərinə götürdüyü hüquqi öhdəliklərə uyğun olaraq dövri hesabatlar verir. Həmçinin ölkəmiz dayanıqlı inkişaf məqsədlərinin icrası üzrə MAPS missiyasını reallaşdıran ilk dövlətlərdəndir və gender bərabərliyi, qadınların sosial-iqtisadi iştirakının gücləndirilməsinə dair könüllü milli hesabatları BMT-nin yüksək səviyyəli siyasi forumuna təqdim edir. Azərbaycanda qadın hərəkatının inkişafında hər 5 ildən bir keçirilən qurultaylar mühüm platforma rolunu oynamaqdadır. Bu baxımdan 1998-ci ildə keçirilən birinci qurultay qadınların təşkilatlanması, ictimai fəallığının artırılması baxımından mühüm hadisə oldu. O zamandan etibarən ölkəmizdə qadın hərəkatının sistemli və davamlı inkişafına töhfə verən 6 qurultay keçirilib. Qızların və qadınların imkanlarının artırılması, o cümlədən təhsilə çıxışının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində regionlarda yaşayan abituriyentlərin, az təminatlı ailələrdən olan qızların təhsilinə dəstək göstərilir. İndiyədək layihədən 294 nəfər faydalanıb. Şəhid xanımlarının təhsilinə dəstək göstərilməsi məqsədi ilə reallaşdırılan Gələcəyə Əmin Addımlarla proqramı xüsusilə diqqət çəkir. Qadınların parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə təmsilçiliyi artırılıb, liderlik və qərar qəbul etmə bacarıqlarının inkişafı üzrə proqramlar həyata keçirilir.
Eyni zamanda qadın sahibkarlığının təşviqi, xüsusilə regionlarda və kəndlərdə qadınların iqtisadi fəallığının artırılması məqsədi ilə layihələr icra edilir. Hı. 2000-2025-ci illərdə Milli Məclisdə qadın deputatların sayı 2 dəfə artıb. Qadın hakimlərin sayında 2015-ci illə müqayisədə 2,17 dəfə artım var. Prokurorluq orqanlarında qadınların iştirak payı 2020-ci illə müqayisədə 2,8 dəfə artıb. Bələdiyyələrdə qadın iştirakçılığı 2004-cü illə müqayisədə 9,85 dəfə çoxalıb. Dövlət ailə siyasətinin məqsədi ailə institutunu möhkəmləndirmək, ailələrin sosial rifahını yüksəltmək, uşaqların sağlam və təhlükəsiz mühitdə inkişafını təmin etməkdir. Eyni zamanda dəyərlərimizi qoruyan və cəmiyyətin dayanıqlı inkişafına töhfə verən güclü ailə modeli formalaşdırmaqdır. Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində nikah yaşı 18-ə qaldırılıb, erkən və qohum evlilikləri ilə mübarizə məqsədi ilə müvafiq məcəllələrə dəyişikliklər edilib. Ailədə valideyn məsuliyyətinin bölüşdürülməsi və uşağa ilkin qayğının gücləndirilməsi üçün ödənişli atalıq məzuniyyəti təsbit olunub. Hər il 15 may Beynəlxalq Ailə Günü münasibəti ilə ölkənin müxtəlif şəhər və rayonlarından yüzlərlə ailənin iştirakı ilə ailə bayramları və festivallar təşkil olunur. Ailə könüllüləri layihəsi isə ailələr arasında milli mənəvi dəyərlərin, yardımlaşma mədəniyyətinin təbliğinə töhfə verir. Sosial islahatlar paketi ailələrin yeni çağırışlara uyğun strateji inkişafını təmin edir, dayanıqlığını gücləndirir. Ailələrin mənzil və iş şəraiti yaxşılaşdırılır. Ailəyə göstərilən xidmətlər rəqəmsallaşdırılır, az təminatlı ailələrə dəstək göstərilir. Şəhid və qazi ailələri, eləcə də həssas kateqoriyadan olan ailələrin müdafiəsi təmin olunur. Beləliklə, ailələr cəmiyyətin güclü dayağına çevrilir. (2018-2025-ci illərdə həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və bu islahatlar üçün 8 milyard manata yaxın illik əlavə vəsait ayrılıb. Minimum əmək haqqı 3,1 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq əmək haqqı 2 dəfə, orta aylıq pensiya 2,8 dəfə,
sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb. Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə, yaşayış minimumu 73%, ehtiyac meyarı 2,3 dəfə artıb. Post-müharibə dövründə şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılmaqla bu kateqoriyalara aid şəxslərə 7300-ə yaxın, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil və fərdi ev verilib. Qeyd edilən dövrdə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 29,4 min nəfərin məşğulluğuna dəstək göstərilib, o cümlədən 13,5 min nəfər özünü məşğulluq proqramına cəlb edilib. 2006-2024-cü illərdə dövlət dəstəyi ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 3,31 milyard manatı keçib. Bu mexanizm vasitəsilə 52,5 mindən çox ailənin mənzil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda sosial mənzil layihələri çərçivəsində təqdim olunan mənzillərin 70%-dən çoxu güzəştli ipoteka kreditləri vasitəsilə əldə olunub. Beləliklə, dövlətin həyata keçirdiyi mənzil siyasəti nəticəsində xüsusilə gənc ailələrin və orta gəlirli əhalinin mənzil əldə etmə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bölgələrdə əhalinin həyat səviyyəsini yaxşılaşdırır, məşğulluğu artırır, sosial infrastrukturun inkişafına töhfə verir. Bu çərçivədə fəaliyyət göstərən müxtəlif mərkəzlər regionda əhalinin xidmətləri əlçatanlığını artırır, icmalara sosial, psixoloji və hüquqi dəstək göstərir, qadın və uşaqların hüquqlarının müdafiəsinə töhfə verir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları keçmiş məcburi köçkün ailələrin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də geniş dəstək proqramları həyata keçirilib. Hazırda azad olunmuş ərazilərə ailələrin qayıdışı üçün yaşayış və sosial infrastrukturlar yaradılır, ailələrin sosial müdafiəsi, iş və məşğulluq imkanları təmin edilir. 2022-2025-ci illərdə azad olunmuş ərazilərə 10 minə yaxın ailənin, 40 minə yaxın şəxsin köçürülməsi təmin edilib. Sosial inklüzivliyin təmin edilməsi məqsədi ilə sağlamlıq imkanları məhdud şəxslər üçün icra edilən reabilitasiya və dəstək proqramları onların cəmiyyətə inteqrasiyasını gücləndirir. (1998-ci ildə uşaq hüquqları haqqında qanunun qəbul edilməsi ilə hüquqi əsasları müəyyənləşdirən dövlət uşaq siyasəti artıq milli strategiya səviyyəsinə yüksəlib. Ölkədə uşaqların sağlamlığının qorunması, təlim-tərbiyəsinin təşkili, fiziki, əqli, intellektual və mənəvi inkişafı, istedadlarını üzə çıxarması üçün hər tərəfli şərait yaradılıb.
2009-cu il uşaq ili elan olunub, Konstitusiyaya uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini nəzərdə tutan yeni normalar daxil edilib. 2012-ci ildə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası təsdiq olunub. 2020-ci ildə Azərbaycan Respublikasının uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası və strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planı qəbul edilib. 2020-ci ildə uşaqların zərərli informasiyadan qorunması haqqında qanun qüvvəyə minib. Hər il ölkədə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi tədbirlərlə qeyd olunur. Ümumrespublika Uşaq Forumları vasitəsilə uşaq iştirakçılığı təşviq edilir. İndiyədək keçirilən 6 foruma ölkə üzrə fəallığı və liderlik qabiliyyəti ilə seçilən minlərlə uşaq qatılıb. ...2020-ci ildə yaradılan 15 üzvü, 146 region nümayəndəsi, ölkə üzrə 5127 məktəb nümayəndəsindən ibarət Uşaq Səfirlər Məclisi uğurlu platforma hesab olunur. Azərbaycan Uşaq Hüquqları Konvensiyası çərçivəsində uşaqların hüquqlarının qorunması və təminatı sahəsində görülən işləri əks etdirən ölkə hesabatını müntəzəm olaraq təqdim edir. Hesabatda uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi və zorakılıqdan qorunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verilir. Vətənin azadlığı uğrunda canından keçən şəhid övladları üçün yeni təhsil imkanları yaradılır, onların cəmiyyətdə fəal iştirakını təmin edən dəstək proqramları reallaşdırılır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, cəmiyyətə inteqrasiyası məqsədi ilə sosial müdafiə, inklüziv təhsil və psixoloji dəstək proqramları həyata keçirilir. Azərbaycan ailə, qadın və uşaq siyasəti sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. 2023-cü ildə Bakıda qoşulmama hərəkatının qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi mövzusunda konfransı keçirilib. Bakıda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərin ikinci iclası İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Laçında Qadınlar Forumu baş tutub. Bakıda rəqəmsal mühitdə uşaqların müdafiəsi, müasir alətlər və beynəlxalq əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib. Bu istiqamətdə əməkdaşlığın mühüm mexanizmlərindən biri də Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirədir, AGEM-dir. 28 üzv dövləti birləşdirən bu platforma sülh, təhlükəsizlik və rifahın təşviqinə xidmət edir, qadınların səlahiyyətləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir. Hazırda AGM-ə sədrlik edən Azərbaycanın təşəbbüsü ilə Qadınlar Şurası təsis edilib. 2026-cı il martın 13-də Nyu-Yorkda AGM dövlətlərində qadınların səlahiyyətinin artırılması mövzusunda yan tədbir keçirilir. Bakıda keçirilən dayanıqlı inkişaf naminə AGM məkanında qadınların səslərinin gücləndirilməsi mövzusunda beynəlxalq konfrans və Şuranın ilk iclası üzv dövlətlər arasında qadın məsələləri üzrə dialoqun gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək. Bu təşəbbüslər dövlət siyasətində strateji prioritetləri və davamlı inkişaf prinsiplərini əks etdirir. Azərbaycanda ailələrin rifahını, qadınların cəmiyyətin bərabər fərdləri kimi inkişafını,
uşaqların xoşbəxt gələcəyini hədəfləyən dövlət siyasəti yalnız sosial müdafiə tədbirləri deyil, gələcəyə hesablanmış strateji inkişaf xəttidir.